Hər vaxtınız xeyir olsun əziz şagirdlər. Xoş gördük hər birinizi. Bu gün sizinlə təhlil qurmaqla məsələ həllinə aid 48 nömrəli məsələnin həllini paylaşmaq istəyirəm. Məsələnin şərtində deyilir. Sərnişin aşağıya hərəkət edən eskalatorla hərəkət istiqamətində yeriyərkən yolu 90 saniyəyə, hərəkət edən eskalator üzərində dayanarkən 171 saniyəyə enir. O dayanmış eskalatorla yeriyərkən bu yolu neçə saniyəyə enir? Deməli, biz bilirik ki, əgər eskalator hərəkət edirsə, burada eskalatorun müəyyən bir sürəti var. Biz buna V eskalator deyək. Həmçinin sərnişin hərəkət edirsə, o həmin sərnişinin sürətinə V sərnişin deyə qeyd edirik. Deməli, birinci şərtdə bizə deyir ki, sərnişin aşağıya hərəkət edən eskalatora hərəkət edir. Burada deməli həm sərnişinin sürəti var, həm eskalatorun sürəti var. Hər ikisi də eyni istiqamətdə hərəkət edirsə, biz bunların sürətini nə etməliyik? Toplamalıyıq. Və bu yolu 90 saniyəyə gedir. Bu mənim sürətimdir. Mən sürəti vursam zamana, yəni 90-a, alaram getdiyi yol. Məsələn, müəyyən bir S yolunu. Yəqin ki, bu hissəsi aydındır. Hərəkət edən eskalator üzərində dayanır. Dayanırsa, burada sərnişinin sürəti yoxdur da. Sürət yalnız nəyindir? Eskalatorun. V eskalator. 171 saniyəyə gedir. Zamanı 171 və yenə həmin yolu gedir də. Yenə bu da S-ə bərabərdir. Yəqin ki, bu hissəsi də aydındır. Daha sonra məndən nəyə soruşur? O dayanmış eskalatora yeriyir. Burada yeriyirsə, sərnişinin sürəti var da, eskalator dayanıb baxır, eskalatorun sürəti yoxdur. Bu yolu neçə saniyəyə gedər? Müəyyən bir tez saniyəyə gedər. Bu yolda yenə bizdə S-dir də, həmən yoldur. Yəqin ki, bu hissəsi aydındır. Biz nə edək? Deməli, gəlin birinci bərabərlə ikinci bərabəri bərabərləşdirək. Çünki hər ikisi S-dir də. Onda yazaram. V eskalator üstəgəl V sərnişin vuraq 90 bərabərdir 171 V eskalator. Mötərizəni vurub açaq 90 V eskalator üstəgəl 90 V sərnişin bərabərdir 171 V eskalator. V eskalator keçirək bu yana, onda 90 V sərnişin bərabər olacaq 171 V eskalatordan 90 V eskalatoru çıxmalıyam. O da eləyər 81 V eskalator. Hər tərəfində bölək 9-a 10 V sərnişin bərabərdir 9 V eskalatora. Yəqin ki, bu hissəsi də aydındır. Daha sonra nə edək? Gəlin ikinci və üçüncü tərifləri bərabərləşdirək. Yəni 171 V eskalator bərabər olsun V sərnişin vuraq T-yə. Mən bu hissəni ayırım, daha aydın olsun. Buradan, bu tənlikdən V sərnişini tapaq. V sərnişin burada nəyə bərabərdir? 9 V eskalator bölək 10-a. Gətirək bu tənlikdə yerinə qoyaq. 171 vuraq V eskalator bərabər. V sərnişinin yerinə mən nə yazıram? 9 V eskalator böl 10 vuraq T. Yəqin ki, burası da aydındır. Burada fikir versəz, V eskalator, V eskalator. Bura ixtisar gedər. Nə qalar məndə? Onda 9 T bərabərdir 171-ə. Buradan da T-ni tapası olsaq, 171-i mən bölərəm onda 9-a. Yəni 171-i vuraram 9-da 10-a. Bərabərdir. 171-lə 9 ixtisar gedəcək. Bir dəfə 81, 9. 19 vur 90. O da bərabər olacaq bizdə 190 saniyəyə. Deməli, sərnişin dayanmış eskalatorda bu yolu 190 saniyəyə enər. 49 da həmin tip misaldır. Ümidvaram ki, hər kəs üçün aydın oldu. Diqqətiniz üçün təşəkkür edirəm.